bu prosesə daha da geniş olaraq nəzər salsaq biz görərik ki, dekabr ayının 7-si artıq günün ikinci yarısından başlayaraq cənub-qərbdən Aralıq dənizindən daşınan rütubətli hava axınları Qafqazın cənubunda, Azərbaycan arasında soyuq hava şüşələri ilə bir-birini toqquşacaq və şimal-şərqdən daxil olan başqa bir rütubətli hava axınları ilə, yəni Xəzər dənizindən daşınan rütubətli hava axınları ilə Qara dənizdən və Aralıq dənizindən daşınan rütubətli hava sistemləri bir-birini qarşılayacaq. Nəticədə Qafqazın Cənubi Azərbaycan arasında dekabr ayının artıq 7-si axşam saatlarında başlayaraq hava şəraitinin kəskin dəyişilməsi, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Gölcük, Gölənboy, Naxçıvan, eyni zamanda Kiçik Qafqazın Daşkəsən, Gərəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngilan, Naxçıvanın Sədərək, Ordubad, Şahbuz, Kərbəl ərazilərində, Naxçıvanın şəhər mərkəzində, Zülfü ərazisində və eyni zamanda Arazboyu düzənliklərdə və prosesin sonrakı inkişafı nəticəsində isə artıq Böyük Qafqazın şimal-şərqində, Mərkəzi Aralığın əksər rayonlarında, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Leşə ərazilərində və Bakı, Abşeron, Sumqayıt arasında yağıntıların intensiv və güclü olması ehtimalı var. Dəniz səviyyəsindən 1500 metrdən yüksəkdə yerləşən dağlıq kəndlərdə yağışın sulu qar və qara keçməsi gözlənilir və qar örtünün əmələ gəlməsi ehtimalı var. Ən güclü qar yağıntıları Böyük Qafqazda, Kiçik Qafqazda və Naxçıvanın dağlıq rayonlarında gözlənilir. Ərazidə maksimal qar hündürlüyünün 30 sm-dən 70-80 sm-ə qədər, bəzi ucqar ərazilərdə isə 1 metrdən artıq bir qar yağıntılarının ərazidə yığılması gözlənilir. Artıq dekabr ayının 7-si axşama doğru və 8-sinə keçən gecəsi bu sistem tədricən Mərkəzi Aralığın cənub-şərqinə, yəni Beyləqan, Biləsuvar, Saatlı, Salyan, Neftçala ərazilərinə və Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Leşə ərazilərində, eyni zamanda Böyük Qafqazın şimal-şərqində Quba, Qusar, Xasmas, Şabran, Xızı, Dağlıq, Şirvan və Abşeron, Bakı, Sumqayıt və ətraf qəsəbələrdə yağıntıların dekabr ayının 7-si axşama doğru 7-sindən 8-sindən istəyən gecə və 8-ci günün birinci yarısında intensiv və güclü olması nəticəsində müəyyən ərazilərdə su basma hadisələrində yenidən artım ehtimalı var. Dekabr ayının 8-ci artıq günorta saatlarına doğru sistem tədricən bir qədər zəifləsə də Böyük Qafqaz rayonlarında yağıntılar yenidən intensiv şəkildə davam edəcək. Artıq dekabr ayının 8-ci xüsusən də günorta saatlarına doğru sistemin artıq bir qədər zəifləməsi gözlənilir. Lakin dekabr ayının 8-ci gündüz saatlarında yenidən Abşeron ərazisində yağıntıların leysan xarakterli, intensiv və güclü olması ehtimalı var. Bu barədə daha ətraflı yenilənmiş məlumatların təhlilləri yayınlanacaq. Dekabr ayının 8-sindən 9-dan keçən və 9-cu günün birinci yarısına qədər olan müddət ərzində Abşeronda yenidən intensiv xarakterli leysan yağışlarının yağması gözlənilir. Artıq 9 dekabr gündüz saatları yağıntılarda fasilə ehtimalı var.